Bir nəfərin işi deyil. Bunu yesin, içsin. O boyda televizora tək adam götürə bilmir. Lənkəranda 2 mərtəbəli evdə oğurluq olub. Daha sonra ev yandırılıb. Yanğın hadisəsi bugün səhər saatlarında rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Qurbanova məxsus 2 mərtəbəli yaşayış evində başlayan yanğın qısa müddətdə ətrafa yayılıb. Dərhal hadisə yerinə Fövqəladalar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb. Yanğının evin digər otaqlarına keçməsinin qarşısı alınıb. Ev sahibinin anası bildirib ki, yanğın baş verən zaman ailəsinin 5 üzvü ilə birlikdə Bakı şəhərində olub. Onun sözlərinə görə yaxınları zəng edərək evdə yanğın baş verdiyini xəbər veriblər. Bakıdan evlərinə qayıdan ailə üzvləri evə baxış keçirərkən bəzi əşyaların yerində olmadığını aşkar ediblər. Onlar iddia edirlər ki, naməlum şəxs və ya şəxslər evə oğurluq məqsədi ilə daxil olub. Onun sözlərinə görə oğurluq edənlər mətbəxdə mürəbbə yeyib. Daha sonra izləri itirmək üçün evi qəsdən yandırıblar. Mən bu ev yəsinin anası Qurbanova Rəvayət. Mən Bakıdan gəlirdim, mənə xəbər gəldi ki, bəs evdən tüstü çıxır. Mənə boyun almadan biraz xəstə olduğuma görə. Gəldim, gördüm, ev yarım nədir, ev külə dönüb. Hər şey aparanı aparıblar, aparmayan da yeyiblər, içiblər, varenə, kompot, mampot, hamı stolun üstündə idi. Yeyiblər, içiblər, qalanında da işpişka vurub, hamısını yandırıblar. Belə. Nə qədər təqribi ziyan dəyər sizə burada? Təqribi yoxlayanda bütün ev işi hamısı zay olub. Buna heç olmasa 20-30 min maya qoyasan ki, bir evi oxşadasan. Cehizlərini yığasan, yorğanım qalmıb, döşəyim qalmıb, palım qalmıb, paltarım qalmıb, heç nəyim qalmıb mənim. Hamısını yandırıblar. Təmiz, təmir olunmuş ev idi, təmiz. Televizor, böyük televizor, təqribən nə qədər sevdi? Yəni belə uğurlanmış malların qiyməti nə qədər olacaq? 2 dənə televizordur, bir dənə televizori demək olar ki 2000 almışdım. Hələ aeroportun şeydən, Sədərəkdən. O bursu biz 380 manata neçəyə alınmışdı. Onlar aparıblar. Onlar aparıblar. Da ondan qalanı mən VSB-dən aparıblar. Qalandakı ev, dəyən ziyan hamısı ev eşiyə dəyib. Bu ev eşiyə gələn nə bu qədər mala qoysan ki, onun elədi. Heç onun bancaya pulun verim. Hələ yazıq uşağım işləyir, hələ bancaya pul verir. İndi bunlar da gəldi üstəli düşdü orada. Təzə remont elədi, o da belədir. Yəni siz aşağıda yeyiblər, içiblər, yəni burada da yeyiblər hələ. Yəni belə çıxır ki, bir nəfər olmur. Yəni bir nəfər olmur, yox. Bir nəfər olmur. Bir nəfərin işi deyil. Bunu yesin, içsin. O boyda televizora tək adam götürə bilmir. Vaxtında görülən tədbirlər nəticəsində yaşayış evinin tamamilə yanmasının qarşısı alınıb. Kazımov İlyas, ev yəsinin qardaşıyam. Səhər xəbər verdilər ki, bəs ev yanır. Səhər 8-ə qalırdı. Gəldi, gördü ya, ev yanır. Polis, pajarlı, yanğın söndürən hamısı buradaydılar. Girdi, gördü ki, evdə elə bir ki, oğurladığı 5 əşyalar var, oğurlayıblar. Sonra da evə od vurub yandırıblar. 2 dənə televizordur, yekə televizor olub. Biri burada olub, iri televizor olub. Bir dənə də aşağı mərtəbədə. Bir dənə təzə velosiped vardı evin altında. Onu aparıblar. Bir də burada cehizli əşyalar vardı. Ondan nə aparıblar bilinmir. Onu da baxdıqca bilinəcək ki, nələr aparıblar. bu ev sahibi özü harda yəni? Ev sahibi 2 il idi ki, Bakıda yaşayırdılar. Arada bir gəlib gedirdilər. Axırıncı dəfə də ayın 26-sı gəlib gediblər. Sonra yəni burada yaşayış olmuyor. Yanvar ayının 6-sında Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi, daha sonra həmin ünvanda yanğın hadisəsinin baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Hazırda həmin müraciət üzrə Lənkəran şəhər rayon polis şöbəsində müvafiq araşdırma aparılır. Qeyd edək ki, ev sahibinə təqribən 30 min manata yaxın ziyan dəyib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.